Deməli, 33-cü sualda verilib ki, ifadəni sadələşdirin. İlk öncə mötərizənin içərisinin həllinə baxsaq. Birinci ifadədə məxrəc nədir? B kvadrat çıxılsın AB. Buradan ortaq vuruq B-ni çıxartsaq, qalacaq B minus A. İkinci ifadə nədir? A kvadrat çıxılsın AB. Buradan da A-nı mötərizə xaricinə çıxarsa ortaq vuruq, qalacaq A minus B. Bu iki ifadəni deməli məxrəcdə qeyd etsək, onu belə çıxır ki, bu ifadənin qarşısına mənfi atsaq, burada yerlərini dəyişə bilərik. İfadələr bərabərləşsin. Deməli, olacaq mənfi B. A çıxılsın B. Sürətdə də nə olacaq? A. Üstə gəlinsin, B bölünsün, A vurulsun, A minus B. Hələ ki, mötərizənin içərisinin həllini qeyd edirik. Burada nəyə bərabər olacaq? Ortaq məxrəclərimiz məlum. Ortaq məxrəcim olacaq A çıxılsın B və mənfi AB. Bunu qeyd etsək, sürət nə olacaq? A vurulsun mənfi A, üzərinə gəlsin B vurulsun B. Bərabərdir. Buradan nə alırıq biz? Deməli, sürətdə mənfi A kvadrat üstə gəlsin B kvadrat. Məxrəc bəs nədir? Mənfi AB, A minus B. Sürətə baxsaq, sürətdə nöqtəsə vurma düsturu var. Bunu qeyd edə bilərik də A çıxılsın B, A üstə gəlsin B kimi. A çıxılsın və yaxud yerlərini dəyişib ilk öncə B kvadrat minus A kvadrat yazsaq, bu bizə nə verəcək? B minus A, A minus B. Deməli, B plus A, üzr istəyirəm. Burada ifadəyə baxsaq, artıq aşağıya bərabər olması üçün yuxarı mənfi yazıb A minus B, A plus B, aşağıda da mənfi AB, A minus B. Vəssalam. Baxın, A minus B-lər ixtisar getsə, ən sonda nə qalacaq? Sürətdə mənfi A plus B qalacaq. Aşağıda mənfi AB qalacaq. Mənfiyə vursaq, yekun cavab nə olur? A üstə gəlsin B bölünsün AB. Bu bizim mötərizənin içərisi. Baxın, bütöv bu ifadə. Və vurulsun, xaricdəki ifadə nədir? A, B bölünsün A plus B. Vəssalam. İxtisar getsə və hər zaman kimi o möhtəşəm cavab.